Aleykümselam rahmetullahi ve berekatuhu. Allah subhanahu taala'nı söymək küfrün növlərinin ən qəliz olanlarındandır. İnsanı İslamdan çıxarır bu əməl, bu söz. Çünki həmin insan eee hansı ölkələrdə ki şəriətlə hökm verilir, hakim onu öldürməlidir. Mürtəd olaraq onun hökmünü verib öldürməlidir. Yəni çünki Allahı söyən kəs ittifaqdır ki, Allahı və Rasulunu söyən kəs müsəlman deyil. Hətta müsəlman olsa belə İslamdan çıxmış sayılır həmin kəs. Sənin üzərinə düşən odur ki, sən ona inkar eləmək həmin əməli və bacardıqca onu dəyişmək. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm də hədisdə deyir ki, sizdən biri bir münker gördükdə onu əli ilə, bacarmazsa dili ilə, bacarmasa da qəlbi ilə bu imanın ən zəifidir. Yəni qəlb bütün hallarda inkarı olmalıdır qəlbdə əsl olaraq. Sən o kəsə nəsihətindən sonra o kəsdən ayrılıb uzaqlaşıb getməlisən. Allah subhanahu taala sizə kitab nazil edib ki, onun ayələri istehza, inkar olunduqda, küfr olunduqda onun ayələrinə, istehza olunduqda sizə kitab nazil edib ki, onun ayələri eşitdikdə ki, küfr olunur, istehza olunur, həmin kəsləri tərk edin. Həmin kəsləri tərk edin, hətta başqa söhbət edilənə kimi. Yox eləməzlərsə onlar başqa söhbət, sən də onlarla bir yerdə otursansa, onda siz də onlar kimisiniz? Yəni budur ki, elə vəziyyətdə insan bütün hallarda inkar eləməlidir. Yəni hətta qulaq vurması vermə imkanı varsa, heç bir fəsad insana ziyan gəlməyəcəksə, eləyə bilsə, eləyə bilər. Yəni Allah bilir.